Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə Elşan Süleymanov küçəsində qeydə alınıb. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilas etmə Xidmətinin Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə şahidlərinin bildirdiyinə görə yanğın zamanı mənzildə heç kim olmadığından hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın nəticəsində ümumi sahəsi 76 kvadrat metr olan bir otaqlı mənzilin yanar konstruksiyaları və eyvan ümumilikdə 16 kvadrat metr sahədə yanıb. Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır. Sübhan Şərif, Rahib Səfərov, APA TV.